Hər kəsə salam, mən Humay müəlliməm. Bugün sizlərlə bərabər 1 mart 2026-cı ildə OTK-nın 11-ci siniflər üzrə keçirmiş olduğu sınağın izahına baxacağıq. Amma sizdən xahişim səhifəmə dəstək olmaq üçün videonu like edib və səhifəmə abunə olasınız. Bununla da paylaşacağım videoları, test izahlarını qaçırmayasınız. Gəlin baxaq 56-cı suala. 56-cı sualda yəlik halı istəyir. Watchmakers, burada mağaza, dükan sözü düşüb. Post şöbəsinin yanında bir watchmaker, yəni saat düzəldən bir mağaza var. Tamamilə düzgündür və yəlik olaraq götürülür. 2 yanlışdır, çünki everydən sonra sayıla bilən tək isim gəlməlidir. Burada cəm isim işlənib. 2-ni çıxırıq. 3 tamamilə düzgündür. Dry cleaners, quru təmizləyici. Burada da mağaza sözü düşüb deyə 3 tamamilə düzgündür. 4 isə 20 cəm təyin edicidir. Burada S apostrof olmalıydı deyə səhvdir və cavab olur 1-3, yəni D variantı. 57-ci sual. There was a lot of traffic. Çoxlu tıxac var idi. But we managed to get to the airport in time. Cümlə quruluşu bu formada olmalıdır. Əvvəlcə 5, 2, daha sonra 3, 1, yəni mübtəda xəbəri yazdıq. 2 fe'l ardarda gəlir, to ilə işlənir. 6, to get to the airport in time, 7. 523, 16, 47, cavab olur B variantı. 58-ci sual. Qısa cavablar mövzusundandır. So do I, neither do I. Və cümlə tamamilə təsdiq olduğuna görə neitherləri çıxırıq və köməkçi feilimiz have olduğuna görə, çünki özündən sonra V3 gəlib. Bizə have köməkçi feili lazımdır. D variantı yanlışdır, çünki cəmdə olan bir mübtəda ilə həz işlədilib və cavab olur A variantı. 59-cu sual. Məchul növə çevrilə bilən cümləni istəyir və biz təbii ki, tamamlıq olan cümləni götürməliyik. Xəbərdən sonra tamamlıq olmalıdır, lakin birinci cümlədə tamamlıq yoxdur. İkinci cümlədə xəbərdən sonra tamamlıq var və götürülür. Üçüncü cümlədə xəbərdən sonra tamamlıq var və götürülür. Dördüncü cümlədə isə xəbərdən sonra zərf gəlib, tamamlıq yoxdur və cavab olur 2-3, yəni D variantı. 60-cı sual. Düzgün cümləni istəyir. Mübtəda xəbər uzlaşmasına aid cümlədir. Explain-in sonunda S yoxdur, üçüncü şəxsin təki ilə və bir yanlışdır. İkinci cümlədə isim söz önü ism olarsa, söz öndən əvvəlki isim uzlaşır və tamamilə düzdür. 2 düzgün götürülür. 3 isim söz önü ism olarsa, söz öndən əvvəlki söz əsas sözdür. Aidiyyət təkidədir, ar yox, iz olmalıydı. 4 düzgündür. Ofdan əvvəlki söz vacibdir. Habit təkdədir. Help'ın sonunda S var. Cavab olur 2-4. Yəni Y variantı. 61-ci sual. Düzgün modal feil istəyir. Boşluqdan sonra to yoxdur. Verilmiş variantlarda çıxa biləcəyim variant yoxdur. Lakin zamana görə ikinci cümləm keçmiş zamandadır deyə indiki zamanları çıxırıq. Və were able to ilə could eyni şey olduğuna görə bir-birini aparır. Cavab olur D variantı. They couldn't afford to buy a new car. Onlar yeni maşın ala bilmədilər. So they bought a second hand one in good repair. Beləliklə onlar yaxşı təmir olunmuş ikinci əl maşını aldılar və tamamilə düzgündür. Cavab olur D variantı. 62-ci sual. Cümləni tamamlamaq istəyir. Təyin budaq cümləsinə aid bir sualdır. Which cümlənin mübtədasıdır, çünki özündən sonra xəbər gəlib, lakin xəbər planet ilə uzlaşmalıydı, sonunda S olmalıydı. A variantı yanlışdır. B variantı da yanlışdır, çünki dərhal özündən sonra xəbər gəlib, mübtədası düşüb. Bu yanlışdır. C variantı düzgündür, çünki can support zətdə təyin edən relative pronoun və tamamilə C variantı düzgündür. D variantı yanlışdır, çünki what nisbə əvəzliyi üçün mövcud deyil, çıxırıq. Və Y variantı yanlışdır. Planet məkan bildirsə də, where-lə təyin oluna bilsə də, lakin where cümlənin mübtədası ola bilmir, yəni özündən sonra xəbər gələ bilmir. Özündən sonra mübtəda plus xəbər gəlməlidir. Düzgün cavab olur C variantı. 63-cü sual. Sual cümləsidir və onlar şəhəri tərk etdilər. Nə zaman?
Kimi tərk etdilər, nəyi tərk etdilər deyə bilmərik. Nə zaman tərk etdilər? 1-3 və ümumi sual general question kimi 5 də düzgündür. 1-3-5, yəni Y variantı. 64-cü sual düzgün bağlayıcını istəyir. Bağlayıcılardan iki cümlə arasında işləndiyini as və because bir-birini aparır. Və də tamamlıq budaq cümləsində if ilə sinonim olaraq işlədilir və ona görə də çıxırıq. Çünki cümlə tamamlıq budaq cümləsi deyil. Ask, want, to know, want da feillərindən biri işlənməyib. Və so və also arasında qalıb mütləq tərcüməsinə baxmalıyıq. I didn't get the job. Mən işi almadım, əldə eləmədim. Baxmayaraq ki, mənim bütün vacib keyfiyyətlərim var idi. Təbii ki, cavab C variantı. 65-ci sual. Düzgün zaman istəyir. İkinci tərəfə baxırıq. Biz bilirik ki, before bitmiş zaman istəyir. Ya indiki bitmiş, ya keçmiş bitmiş. Amma uzlaşma gözlənilməlidir iki cümlə arasında. Çünki birinci cümlədə zaman zərfi yoxdur. Birinci düzgündür. Çünki indiki sadə və indiki bitmiş. Mən onun qardaşı oğlunu tanımıram. Çünki əvvəllər görməmişəm. Bir tamamilə düzgündür. Və 2-də zaman uzlaşması pozulub. İndiki bitmiş və keçmiş bitmiş. Tamamilə yanlışdır. 3-də keçmiş sadə və keçmiş bitmiş. Tamamilə düzgündür. Mən onun qardaşı oğlunu tanımırdım. Çünki əvvəllər onu görməmişdim. 1-3 cavab olur A variantı. 66-cı sual. Boşluqdan sonra isim yoxdur. Ev isimsiz işlənməz. İnkar cümlədə some və onun törəmələri gəlməz deyə A və D-ni çıxırıq. Any və anything qalır. Any isimsiz o zaman işlənir ki, əvvəlcədən isim verilsin, any ilə işlənə biləcək. Təbii ki, əvvəlcədən verilmiş isimim yoxdur deyə cavab olur C variantı. Ən mənə heç nə deyə bilmədi. Çəki və ölçü vahidləri ilə bağlı. Cavab olur C variantı. 67-ci sual. Look bağlayıcı feildir. Zərf ilə işlənməz. Zərfləri çıxırıq. Elvay olanlar zərflərdir. Və daha sonra Y variantını çıxırıq. Çünki enough sifət və zərfin önündə yox, sonrasında gəlir. Və C variantda yanlışdır. Çünki matchdan sonra müqayisə dərəcəsi gəlməlidir. Cavab olur A variantı. 68-ci sual definition'dır. Burada biz ən azı iki sözün tərcüməsini bilməliyik. Confidence özünə inamdır. Bu təbii ki B-yə uyğun gəlir. Believe in your ability to do things and be successful. Bir şeyləri eləyə bilmək və uğurlu olmaq üçün qabiliyyətinə inanmaq tamamilə düzdür. Bir də olur B variantı. Generosity, səxavətlilik. Təbii ki, burada C-yə uyğun gəlir. Çünki readiness to give or share. Paylaşmaq, verməyə hazır olma təbii ki C variantı. Evidence sübutdur. 3-də olur A variantı. Information or proof that supports an argument or a claim. Deməli, mübahisə və yaxud iddianı dəstəkləyən məlumat ya da sübut. 69-cu sual. Feilin təsriflənməyən formalarına aid olan sual tipidir. Promise özündən sonra gerund deyil, məstər tələb eləyir. Yəni, məstər to ilə cavab olur D variantı. 70-ci sual düzgün preposition, yəni sözünü istəyir. Worry feili about tələb eləyir özündən dərhal sonra. Take care of ilə işlənir. Yəni about of cavab olur B variantı. 71-ci sual. Məkan bildirən sözlərlə adətən də article işlədirik və station sayıla bilir, qarşısı boş qala bilməz. İkinci tərəfdə bas sayıla bilən tək isimdə qarşısı boş qala bilməz deyə B-ni çıxırıq və həm də bas sözündən sonra təyin budaq cümləsi gəldiyinə görə D article işlənir. Cavab olur A variantı. Əziz şagirdlər, sualları sizinlə paylaşdım. Mətni əldə edilən kimi mütləq sizinlə izahını paylaşacağım. Sizdən xahişim videonu bəyənib səhifəyə abunə olasınız ki, videoları qaçırmayasınız.